Salam uşaqlar, biz bugün sizinlə 09.06.2021-ci ildə düşmüş 9-cu sinif imtahan suallarına baxış keçirəcəyik. Deməli, birinci səhifə bu formadadır. Siz saxlayıb da baxa bilərsiniz. İkinci səhifədə bu formadadır. Saxlayıb baxa bilərsiniz. Yaxşı, keçdik birinci suala. Birinci sualda nə deyir bizə? 2 kök altında 49, çıxılsın kök altında 36, üstə gəlsin 2 kök altında 25. Deməli, bilirik ki, 49-dan 7 çıxır, 36-dan 6 çıxır, 25-dən də 5 çıxır. Onda nə edəcək? 14 çıxılsın 6, üstə gələnsin 10. Yəni 8 plus 10 bərabərdir 18 etmiş olacaq. Növbəti sualımız, uyğun hündürlüklərin nisbəti 2-nin 3-ə olan bir üçbucaqların perimetrlərindən birincisi 30 olarsa, ikincinin perimetri neçədir? Demişdik ki, A1-in A2-yə nisbəti, P1-in P2-yə nisbəti və yaxud bütün elementlərin nisbəti K qədər dəyişir. Yəni, 2-nin 3-ə nisbəti bərabərdir 30-un K-ya, yəni P2-yə nisbəti. Onda P2 bərabərdir 30 vurulsun 3 bölünsün 2. Yəni, 45 etmiş olacaq. Növbəti sualımız, bizə ədədlər verib A variantında, B variantında 23, 56, 2788, 3972 və 4732. Deyir ki, bu ədədlərin həm 2-yə, həm 3-ə bölünməsi əlamətini göstərin. 2-yə bölünmək üçün sonu cüt olmalıdır, zaten hamısı cütdülər. Biz 3-ə bölünmənin qaydasını da yadımıza salaq ki, rəqəmləri cəmi 3-ə bölünən ədəd 3-ə bölünür. 14 3-ə bölünmür. Getdi. 16 3-ə bölünmür. Getdi. 25 3-ə bölünmür. Bu da getdi. 21 3-ə bölünür. Saxladıq. 16 da 3-ə bölünmür. Təkcə bu bölünmüş oldu. Cavabı da onu götürürük. Növbəti sualımız. Bizə verib bir dənə çoxluq, A çoxluğu verib. 2, 3, 4, 5 və 6. Bir dənə B çoxluğu verib 3, 5, 7, 9 və 11. Deyir A birləşir B ilə. Birləşmə o deməkdir ki, və gülən ismailik birləşirlər. Yəni tökürlər ortalığa bütün oyuncaqların. 3, 4, 5, 6, 6 yoxdur, 7, 6 var imiş. 7, 9, 11. C variantı. Növbəti sual. Ədəd oxu üzərində A mənfi 2,8, B isə mənfi 5,9 verilmişdir. Nöqtələr arasındakı məsafən 5 misli. Bundan köhnə illərdə də düşüb. Uşaqlar nəydə çaşır? Burada nöqtəli vergül verməyib. Əgər nöqtəli vergül versəydi, düsturumuz belə olardı. x2 çıxılsın x1-in kvadratı, üstə gəlinsin y2 çıxılsın y1-in kvadratı, kök altında yazardı, qutarardı. Amma bizə tək nöqtə verib, buna diqqət eləyin. Çünki ədəd oxu ilə üzərində mənfi 5,9 biridir, mənfi 2,8 biridir. Ədəd oxunda məsafəni tapmaq üçün böyükdən kiçik çıxılır. 2,8 çıxılsın, mənfi 5,9. Onda yazarıq 5,9 çıxılsın 2,8, 3,1. Deyir bunun 5 mislini tap. Vurduq 5-ə. 15 tam onda 5 etmiş olacaq. Növbəti sual. Deyir ki, Malik avtomobili 3,7-də 6 saata 220 kilometrin getdi. 7,7-də 5 saata neçə kilometr gedər? Yazıram 7-də 27-yə 220. 7-də 54-də x. Fikir versəz, bununla bu gedir. Bu da bunun 2 qatıdır. Onda x bərabər 2 vurulsun 220. Yəni cavab 440 etmiş olacaq. Növbəti sual. Deyir bizə 37, 46, 76, 89, 103, 128, 147 neçəsi təkdir? 1, 2, 3,
4'ü tək olmuş olacaq. Növbəti sualımız 0.8 y çıxılsın 0.9 bərabərdir 0.3 y üstə gəlsin 0.6. Tənliyi həll edin. Y-ləri keçirdiyi bir tərəfə 0.8 y çıxılsın 0.3 y bərabər 0.6 üstə 0.9. Çıxanda 0.5 y üstə gələndə 1.5 etmiş olacaq. Hər iki tərəfdən vergülləri aparaq. 5y bərabərdir 15, y bərabərdir 3 etmiş olur. Növbəti sual. Bərabəryanlı bir düzbucaqlı üçbucaq verir bizə. Deyir ki, heptenozu 16 cm olan bu bərabəryanlı düzbucaqlı üçbucağın düzbucaq çəvəsindən çəkilmiş hündürlüyü neçə santimetr olar? Yadınızda qalsın, bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlüyü tən bölən median bir-birinə bərabərdir. Medianın da qaydası düzbucaqlı üçbucaqda C bölünsün 2'dir. Yəni 8. Onda hündürlüyü də 8 etmiş olacaq. Növbəti sualımız hesablamaya aiddir. Mötərəzədə 1/3'də 2 üstə gəlinsin 2/9'da 4 bölmək 4/27'də 26 üstə gəlinsin 2/9'da 2. Bu formada verilir. Gəlin birinci mötərəzə həll eləyək. 1/3'də 2'ni yazıram 9'da 6. Hər tərəfi 2'yə vurdu. 3'ə vurdum. Üstə gəlinsin 2/9'da 4. Elədi 3/9'da 10. Yəni 4/9'da 1. Belə də yazmaq olar. 9'da 37. İkincini yazıram. Olur 4/27'də 26. Üstə gəlinsin 2/27'də bunda hər tərəfini 3'ə vurdum 6. 6/27'də 32. Yəni 7/27'də 5. Bunu da yazdıq. Deyir ki bizə ikisini bir-birinə böl. Yazarıq belə. Qoyun əvvəl bunu düzgün olmayana keçir də 7 vurulsun 27. Üstə gəlinsin 5. Eləyir 27'də 194. Onda neyniyək? 9'da 37 vurulsun tərsinə bölmək 194'də 27. 194'ü görəsən 37'yə böləndə nə eləyir? 137 kəsirlə alınır deyəsən. Nəsə, bunları ixtisar gedək 3 dəfə. 37'ye də bölünmürsə 194'də 21 91. Bu formada saxlamış olacaq. Belə. Növbəti sualımız. Deməli bizə bir dənə ABC paralleqramı verib. BCD. Deyir ki AB'nin ölçüsü 8, AD'nin ölçüsü 12 olarsa, AD tərəfinə çəkilmiş hündürlüyün uzunluğu 4 olarsa, AB tərəfinə çəkilmiş hündürlük elə CD tərəfinə çəkilmiş hündürlüyə bərabərdir. Hündürlüyü tapın. Belə sahə düsturumuz var. AH-a bərabərdir BHB. Onda 12 vurulsun 4 bərabər 8 vurulsun HA. Bu da belə çıxır ki 48 bərabər 8 HA. HA da bərabərdir neçəyə? 6'ya. Bu formada həll olunacaq. 12. Tam səthinin sahəsi, yəni 6A kvadrat kubdan söhbət gedir, 54'dür. Onda A kvadrat bərabər 9, A bərabərdir 3. Kubun tilini tapın, 3 tapmış olacaq. Növbəti sualımız x plus 7'nin kvadratı bərabər 9. Bir şeyin kvadratı 9'dursa, deməli özü ya 3 imiş, ya da mənfi 3 imiş ki, cavabımız belə formaya gəlib. Mənfi 10. Tənliyi köklərin cəmini tapın, mənfi 14. 14-cü sual. A üstə gəlsin 7B bərabər 10. A üstə 2B bərabərdir 5. Tənliklər sistemini həll et. Mən çıxacam. Niyə? A'lar getsin. A'dan A'nı çıxdım 0. 7B'dən 2B'ni çıxdım 5B. 5'imi biraz infak geçirdi. 5B bərabərdir 5'ə. B bərabər imiş 1'ə. Yaxşı, B 1'dirsə, A onda 3 olmuş olacaq. A da 3.
Bizə deyir A vurulsun B-ni tap. Cavab elə 3-ün özü olmuş olacaq. Növbəti sual 15-cidir. Məxrəci 12 olan düzgün kəsirlərdən təsadüfən birinin ixtisar olunmayan 12 bilirsiniz ki 2-yə 3-ə bölünür. Düzgün olan kəsirdə 1-də başlayır, 11-də bitir. Yəni mənim mümkün hal sayı və əlverişli hal sayı. Mümkün hal sayım 11 ədəddir. Çünki 1-də başlayıb 11-də bitəcək. Yaxşı, 12 ilə ixtisar getməyən ədəd 1 var. 5 var. 7 var və 11 var. Yəni 4 dənə ədədim var. 11-də 4. Bu formada qalacaq. Növbəti sualımız. X kvadrat çıxılsın 7x plus 12. O x oxu ilə kəsişmə nöqtəsi. O x oxu ilə kəsişirsə y bərabərdir 0. Diskriminant əldə edilir. B kvadrat minus 4ac. Yəni 49 çıxılsın 48 bərabər 1. X1 bərabər mənfi B üstə gəlsin. Kök altında diskriminant bölünsün 2a. Yəni 7 üstə gəlsin 1 bölünsün 2. X2 bərabər mənfi B çıxılsın diskriminant bölünsün 2a. 7 çıxılsın 1 bölünsün 2. O da eləyəcək 3. Yəni bir dəfə 3, 0. Bir dəfə 4, 0. Təbii ki, siz viyetindən də eləyə bilərsiniz. Hasili 12, cəmi 7 olan ədəd tapmaqdan da həll eləyə bilərdiniz. Növbəti bir dənə bizə romb verir. Deyir ki, A, B, C, D rombunda AC-nin uzunluğunu bizə verib 10. BD-nin də bizə uzunluğunu verib 24. Deyir, perimetrini tapın. 2 üsulla getmək olar. Ya 4A kvadrat bərabərdir D1 kvadrat üstə gəlsin D2 kvadratdan gedin. Ya da belə bir qayda var idi, yadınızdadırsa. Rombun diagonalları kəsişir. Kəsdiyi nöqtədə yarıya bölünür və 90 dərəcəli bucaq altında kəsişir. Yəni 24, 12, 12 bölünür. 10 da 5, 5 bölünür. Və düzbucaqlı üçbucağa görə, Pifagora görə 5-in kvadratın üstünə 12-in kvadratını gələndə 13 edir. Deməli, tərəfi neçə imiş? 13 imiş. Bizə deyir, perimetri tap. 13 vurulsun 4. Eləyəcək neçə? 52 etmiş olacaq. 18-ci sual. Deyir, 2x minus 8, x kvadrat minus 7x. Nə vaxt mənası yoxdur? Məxrəci 0-a bərabər olsaydı, mənası yox idi. X minus 7 bərabər 0. X bərabər 0 olanda mənası olmur. X minus 7 0 olanda, yəni x 7 olanda mənası olmur. 0 və 7-də mənası olmur. Növbəti sualımız. İrfan adlı bir gəncimiz var. Bir də Ləman adlı gəncimiz var. Bunlara 2K və 3K olaraq kürəcik bağışlayıblar. Ləmanın kürəciyi İrfanın kürəciyindən 10 ədəd çoxdur. Deməli, K bərabər 10. İrfanın 20, Ləmanın da 30 kürəciyi var. Onların birlikdə neçə kürəciyi var? 50 kürəciyi var. Növbəti sual. Qarşılıqlı tərs ədəd cütünü göstərin deyir. 4-də 3 verib, 3-də 8 verib. B variantında 1 tam 5-də 2 ilə 5-də 9 verib. Təbii ki, bu eləyəcək 5-də 7, 5-də 9 oxşamır. 2 tam 4-də 1 verib, 0 tam 4-də 4 verib. Birinci eləyəcək 4-də 9, ikinci eləyəcək 9-da 4. Çünki qarışıq, daha doğrusu saf dövrü onluq kəsirdi. Təbii ki, budur cavabımız. Digərləri də buna oxşar variantlardır. Növbəti sualımız bir dənə qəşəng siz bəyənən çevrə verib və burada uşaqlar sualda səhvlik eləyib veriləndə. Yazıb KM bərabərdir 3. KP bərabər 12 və YM verib 4. YN-i soruşur. Y buradadır, N buradadır, K buradadır, M buradadır, P də buradadır. Biz bilirik ki, A versə, B versə, C versə, D versə, düsturumuz olacaq. A vur C bərabər B vur D. Variantlara uyğun olmadığına görə biz KP yox, MP-ni götürəcəyik 12. Deməli, KM-i verib, dedik 3. Yazdıq 3. MP-ni götürdük 12. YM-i götürdük 4. Gəlin buranı tapaq. 4A bərabərdir 3 dənə 12. A bərabər 9. Buranı tapdıq 9.
Bizdən də y-ni soruşur, yəni bütövi soruşur. Bu da eləyəcək 13. Sonraki sualımız da bərabərsizlik sualıdır. 2 bölü 2-də 3x çıxılsın 3-də 4 kiçikdir 4x minus 5. Hər tərəfə 6-ya vururuq. Olacaq nə? 9x minus 8 kiçikdir 24x minus 30. 24-dən 9-u çıxanda 15x böyükdür. 30-dan da 8-i çıxanda 22. X böyükdür 1 tam 15-də 7. Ən kiçik tam 50-də 2-nin özü olmuş olacaq. 23-cü sualda bizə belə kəsişən xətlər verilib və buradan bunu verib 44 və bunu verib 56. Buranı soruşur. Nə edirik? 56 veribsə buranı 56 yazırıq çünki qarşılıqlı bucaqlardır. 44 veribsə burada 44 yazırıq. Açıq bucağın dərəcə ölçüsü 180 elədiyi üçün 44 üstə gəlsin 56 üstə A bərabərdir 180. 100 üstə A bərabər 180. A bərabər neçə? 80 etmiş olacaq. Növbəti sual 24-cüdür. 48-in kvadratı çıxılsın 32-nin kvadratı. 21-in kvadratı çıxılsın 19-un kvadratı. 48 minus 32. 48 plus 32. 21 minus 19. 21 plus 19. Eləyəcək neçə? 16 vurulsun 80. Bölünsün. 2 vurulsun 40. Cavab 16 etmiş olacaq. Növbəti sualımız M1 çox hədlisi, bir hədlisi verilib və M2 bir hədlisi verilib. Deyir M1 çıxılsın M2 bir hədlisinin dərəcə fərqi bir hədlilərinin dərəcələrinin fərqi 15-dir. Yəni bunun dərəcəsindən x üstündə n, bunun dərəcəsi də x üstü y. Dərəcələrinin fərqi, yəni n çıxılsın y, n çıxılsın y bərabərdir 15-ə. M2-nin dərəcəsi əgər 5 olarsa, 5-i qoydum yerinə, n-in dərəcəsini tap 20 etmiş olacaq. Belə. Bu qədər 25 sualımız bitdi. Növbəti suallarda görüşənədək.